Salam əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, əziz şagirdlərimiz və müəllimlərimiz, hər birinizi xoş gördük. Biz bugün Azərbaycanın çox gözəl, səfalı rayonlarından biri olan Goranboy rayonundayıq və Goranboy rayonunun Qızılacılı qəsəbəsində çox gözəl bir ailənin qonağıyıq. Bugün sizlərə Qızılacılı qəsəbəsinin qabaqcıl, nümunəvi, sevilən və seçilən şagirdlərindən birini təqdim etmək istəyirik. İgid bala, adın soyadın nədir? Tunar Qurbanlı. Hansı məktəbdə oxuyursan Tunar? Neçənci sinifdə oxuyursan? 4-cü sinifdə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbin şagirdi. 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdisən. Ən çox sevdiyin dərslər hansılardır? Riyaziyyat dərsi. Ən çox sevdiyin müəllim hansıdır? Siyal müəllim. İbtidai sinif müəllimənin adı nədir? Siyal müəllim. Sayalı müəllimənə də öz adımızdan Çağdaş Təhsil komandası olaraq dərin təşəkkürümüzü bildiririk. Özünü sənə sevdirə bilibsə, bu o deməkdir ki, özü ilə bərabər fənlərini oxumağı, təhsil almağı da sevdirir. Bəs də görüm, gələcəkdə kim olmaq istəyirsən? Hansı peşənin sahibi olmaq istəyirsən? Mən kompüter mühəndisi olmaq istəyirəm. İnşallah. Bəs bu arzu, bu fikir səndə nədən sonra yarandı? Yəni kompüter görəndən sonra birdən-birə kompüterə marağım artdı. Orada daha çox proqramlaşdırma, kodlaşdırma, özümə proqram yaratmaq lazım. Belə şeylər öyrəndiyim üçün öyrənmişəm. Ay maşallah. Çox gözəl, inşallah. Bəs bax, bugün 30 may 2026-cı ildir. Çəkiliş vasitəsilə sən bizə nə söz verirsən? Söz verirsənmi ki, dərslərini yaxşı oxuyub, gələcəkdə yüksək balla universitetə qəbul olacaqsan? Bəli, söz verirəm. Nədir, özümə əminliyim var. Çünki bu barədə çox çalışıyorum. Çalışmağım var, istədiyim iş üçün çalışırsan. Çalışıram. Çox gözəl. Söz verirsən ki, yüksək balla, dərslərini yaxşı oxuyub, yüksək balla qəbul olacaqsan universitetə. Bəli, söz verirəm. Biz də sənə söz veririk ki, hər zaman sənin uğurlarını çəkəcəyik, işıqlandıracağıq. Bax, məktəbdən danışdıq, müəllimdən danışdıq, fənlərdən danışdıq, hətta gələcək arzularımızdan belə danışdıq. Amma əsas bugünkü gündə əziyyəti, əməyi keçən ata və anadan danışmadıq. Atanın adı nədir? Elçin Qurbanlı. Ata nə işləyir, nə işlə məşğuldur? Traktoristdir. Bəs ananın adı, soyadı nədir? Qurbanova Ruhani. Ruhani. Ana nə işləyir? Müəllimdir. Bax, buradan Çağdaş Təhsil komandası olaraq atana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, gecə-gündüz demədən, yay, qış, isti, soyuq, əllərinin zəhməti ilə, qabarı ilə sizlərin yaxşı təhsil almağınız üçün çalışır, vuruşur, əlindən gələn hər şey edir. Anana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, ev işləri, sizin geyiminiz, yeməyiniz, bütün bunlarla bərabər olaraq təhsil və tərbiyənizlə məşğul olur və eyni zamanda da işləyir ki, sizlər yaxşı təhsil alasınız. İnşallah, bugün 30 may 2020-ci ildir. Atası, siz də zəhmət olmasa özünüzü təqdim edin və övladınıza, övladınızın timsalında bizim bu çəkilişləri izləyəcək olan 5 il, 10 il, 15 il sonra şagirdlərə tövsiyənizi, ürək sözlərinizi deyərsiniz zəhmət olmasa. Allah mənim balamın arzusuna çatdırsın. Adınızla özünüzü təqdim edin. Qurbanov Elçin Yusufoğlu. Allah mənim balamı öz arzusuna çatdırsın. Amin inşallah. Sizləri də təbrik edirik. İnşallah ki, arzu edirik ki, övladınız universitetə qəbul olsun. Bizə verdiyi sözü tutsun, yüksək balla universitetə qəbul olsun, prezidentə qayıtsın. İnşallah, inşallah. Valideyni olaraq sizlər qürur duyasınız və hər zaman da Azərbaycanın bayrağı uca zirvələrdə dalğalandırsın və Azərbaycan xalqının vətəndaşı olaraq da bizlər qürur duyaq. Təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik. Sağ olun.